Aziz valideynlər, əziz şagirdlər, bugün sizlərə 4-cü Süper Campus dərsliyinin iş dəftərini sizə izah edəcəyəm. Gəlin başlayaq. Bəli uşaqlar, indi biz səhifə 14-dəyik. Yəni leson 2-dəyik. Leson 2-nin birinci tapşırığına baxarıq. Orada deyir ki, bizə complete save numbers words in order. Deyir, yəni boşluqlardakı, tapşırıqdakı boşluqları rəqəmlərlə doldurmalıyıq. Birinci mən bütün hamısını, bir də burada vaxtımızı xərcləməyək deyə burada mən yazmışam. Siz də onu köçürdə bilərsiniz. Burada yazmışam, birincidə boşluğa yazmışam, yəni üçüncü yazmışam. Yəni birincidən sonra birinci, yəni first'dür, ikinci second'dır, üçüncüdə third yazılır ona da. Burada ikincidə də 30 gəlir, sonra 50 gəlir, sonra da 60 gəlir. Üstdə də 70 gəlir, sonra 80 gəlir, 90 gəlir, hələ 5-də də 32 gəlir, 40 gəlir, 50, 60, 6-da da yəni 60, 70, 80 yazılır. Boşluqlarda birə bərabər dedim. 7-də də 19-dir, 20-dir, sonra 21st yazır. Yəni 20-dən sonra 21 gəlir. 8-də də 22nd, 20, yəni 8-də idi, 22nd, 23rd yəni. Bizim nədir? Yəni, bunu azaldım. Aha. Yəni, birazcık. Burada yəni 22nd, yəni 22-dən sonra 23 gəlir. Bunu da yazmışam burada. Köçür dərsiniz. Bir dəqiqə sildim. İndi isə baxırıq 9-a. Yox, 8-də 2040-ya baxırıq. Bura baxırıq. Orada da uşaqlar 23-dən, yəni 23-dən sonra 24 gəlir uşaqlar. Bunu da silin. 9-da yəni buradayıq. 2030 olacaq. Uşaqlar, burada mən gözləyin. Bir dəqiqə uşaqlar. Burada yəni 9-da 20, burada 50 sözündə yəni belə olacaq 50 sözü. Oxunabilir də yəqin ki. 50, T, olacaq uşaqlar. T, Всё. Burada silim. Gözlərim bir də yazdım. Qəşəng yaza bilməm. Çünki telefonda deyim yazamıram. Yerim qalmadı, aşağıdan yazdım. Uşaqlar, burada mən səhv yazmışam deyən qırmızılamışam, H yazmışam. Siz ama H kimi nəzərdə tutun. Mən burada yazdım. İndi isə silirəm. Yazı qutardınızsa. İndi uşaqlar, ondayıq. Onda 20HT olacaq. Uşaqlar, burada da qırmızı almışam, səhv yazmışam deyən. Bəzi səhvliklərə yol verirəm. Ona görə də qırmızılayıram. Bunlar niyə bitəcək bilmirəm. Boş verin bunları. Əslində bu da həmənki kimi belədir. Baxın. H sözündə belədir. Biraz uşaqlar şeylədim. Bir dəqiqə uşaqlar.
silim bunları. Belə yəni. Baxın uşaqlar. Mən bunu yazıram. Edible. C'dir bu uşaqlar. Sonra yəni bir də h. Bunda hükmü nəzərdə tutarsınız. Yəqin ki, belə yazır. Mən h-ı sonra h ilə əvəzinə y yazmışam, amma hələ deyil. Mənim kimi yazın. H yazmışam. Belədir uşaqlar. Sonra 2090-dan sonra uşaqlar nə gəlir? 2090-dan sonra uşaqlar 4 gəlir. Yəni 30. 30'dan sonra da 31 gəlir. 31. Bəli uşaqlar. Bu axırıncı sualımıza da baxırıq. Axırıncıda da uşaqlar tabii deyənim biz neçə dənə rəqəm öyrəndik. Gəlin sayaq birlikdə. 1 2 3 4 biraz qarma-qarışıq oldu. Bir dəqiqə uşaqlar. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 10 biraz karmakarış 19'da qalmışdıq. Neçəydi uşaqlar? Biri karmakarışıq oldu. Bir də yazım uşaqlar karmakarışıq oldu. Baxışdan karmakarışıq oldu. Tez yazaq. Birincidə first'dür. İkincidə second. Bir dəqiqə uşaqlar. Bəli. İndi first, second, sonra 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 bunlar kaldı. 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31. Bəli uşaqlar. Biz 31 söz öyrəndik. Yəni mən doğru yazmışam. 31'dir. 31'dir uşaqlar. Keçirik o birisi səhifəyə uşaqlar. Bəli uşaqlar, indi biz 15-ci səhifədəyik. 15-ci səhifədə ikinci tapşırığa baxırıq. Yox, ən birinci grammar check-ə baxaq. Bura yəni. Deyir burada what they did yəni today. Bu da demək istəyir ki, yəni bugün neçənci ay və neçənci günü soruşur. Burada da deyib October 50, yəni it is October 50 yazıb. Bunu sınıfcədə oxuduq, grammar sınıfcədə. İndi də ikinciyə baxırıq. İkincidə look and write yazıb, yəni baxıb, bir də yazacağıq. Burada birincidə mayın 31-ini göstərir və bizə nümunə üçündə yazıbdır. It's my third first. Yəni belə yazıbdır. Belə olmalıydı. Sonra burada mən düzdür zaten biraz yoxlamışam. Bunlara baxsanız bilərsiniz. Bir də sual işarəsi olar çıxma. Yəni beyninizdə deyərsiniz ki, bu pluslar nədir? Amma yoxlamışam. Biz sizdən də bir yoxlamaq istəyirəm. Bəli uşaqlar, burada burada juni yəni iyunun 14-ün
göstərir. Yəni belə olacaq. Düz yazmışam. Mən də düz qoyduğuma görə düz yazmışam. Yəni yoxladıqda sizdən düz yazmışam yəni. İndi 3-ə baxırıq. 3-də November, bir də 22 yazıb. Yəni noyabrın 22-sidir. It is November 22nd. Uşaqlar, bu düzdür. Sadəcə mən burada n-yi Azərbaycan əlifbasına görə yazdım, amma belə deyil, belədir. Baxın, belə. Siz, yəni mənim səhv yazmışam, bunu nəzərdə tutmayın, bu n-yi. Baxın, bunu nəzərdə tutmayın, bunu nəzərdə tutun. Ay, yazamadım. Bunu yox. Yoxdur. N yox. Bu n yoxdur. Bu var. İnci üstündə n. Gözləyin uşaqlar. Birazcık ayrı oldu. Yox, belə olmur. Gözləyin. Baxın, belə olur. Baxın. Bu düzgündür. Uşaqlar, baxışdan bundan silin. Belə olur. Ta göstərdim sizə. Yəni bunun kimi. Belə. Bu səhvdir uşaqlar. Səhvdir. Azərbaycan əlifbasında düzgündür əslində, amma ingilis dili əlifbasında hələ deyil uşaqlar. Budur. Və uşaqlar, indi keçək 4-də. 4-də də həmənki kimi bizdən aprel yazıb, bir də 3 yazım. Yəni aprelin 3-ünü bizdən yazarıq. Sizə it is yazarıq april 3rd. Yəni 30 yazacağıq. 3 30-dür. Aprildə elə aprildir belə. It is də elə it is belədir. Yəni hər şey düzdür, amma uşaqlar burada bir fərqlilik var. Həmənki kimi burada da uşaqlar burada da n-yi səhv yazmışdım. Amma belə burada da səhv yazmışam. Belə olacaq. Yəni nətər olacaq uşaqlar? Baxın belə. Belə yox. Belə səhvdir. Belədir, baxın. İngilis əlifbasında. Yəni dıngılı A, bizim əlifbamızda yəni dıngılı A var. Yəni dıngılı deyəndə yəni balaca. Baxın belə A var, balaca A'dır bu. Yəni bizim əlifbamızda balaca A belədir. Ya onlarda da A belə böyük bir A, yəni böyük bir bıçıqlı A'mızdan böyüyündən qoyurlar. Qəşəngdir uşaqlar. Yəni bizim əlifbamızda qəşəng deyəndə yəni biz bilirik də bizim əlifbamızı tanısanız su kimi görəndə də biləsiniz də, su kimi biləsiniz ki, bu A olmamalıdır. Yəni bu A olmamalıdır, bu A olmalıdır. Nəysə uşaqlar, bildik. İndi 3-ə baxırıq. Deyir what say date today. Deyir bugün neçənci gün, neçənci aydır, onu istəyir. Uşaqlar, mən yəni bunu birazcık mən fevralın 4'ü yazmışam. Amma fevralın 4'ü deyil bugün. Bugün yəni martın 29'udur. Belə yazmalıydı. Mart'dır bu. Mart. Belə yazacağıq. Bu itdir, baxın uşaqlar, bundandır. Belə. Bir də yazın, bu hətta qəşəng olmadı burada. Sil görək. Sildim. İndi belə olacaq. Sonra Mart'tır. Mart deyəm, Mart yazırıq. Biraz xəttim korlandı. Amma
telefondur deyin, həmən kimi yenə deyirəm, telefondur deyin, yazamıram. Martdır bu. Yəqin ki, Mart sözü yaza bilirsiniz də. Yazarsınız. 4-cü sinifdə oxuyasınız yəqin ki. 29'u da yəni 29'u 20 yəni 20'yə 29 ingilis nə yaz? Nətər yazılır? 20 ingiliscə nədir? 20 olacaq. 20 bu budur, W'dur yəni. Uşaqlar bu W'dur. Yaxşı. 20 20 bu da E'dir uşaqlar. E'dir. Yadınızdan çıxmasın. Biraz xəttim biraz şey oldu. Gözlərin bir də yazın. Aha. Yazacağım. 20 bu budur. Həmən kimi. W'dur yəni. 20 E'dir bu da. 20 nədir bu? Y. Yerim qalmadı deyən aşağıdan yazın. Bu T'dir, bu W'dir yəni. E, bu da E'dir. Bu da N'dir, bu da T'dir, bu da T, bu da Y'dir. Belə olacaq. 20 sonra yerim qalmadı deyən siləcəm buranı. 20 29 deyin. 9'da 9'dır. Yazırıq 9. Yox, 9 deyil. Uşaqlar, mən burada bir də yazıram. Belə olmayacaq. Çünki uşaqlar cıcıcı artırmalıyıq. Ona görə də cıcıcı artırmamıza görə belə yazacağıq. Belə. Yəni yazacağıq 20 y. Bir də 10 yerim qalmadı. Amma bunu birləşik yazın ha. Ayrı-ayrı yazmayın. Yəni N bir də T H. H olacaq uşaqlar. Hadi baxın. Hadi bu. Bu Hadi. Yaxşı. Belə olacaq. Yəni burada həmən kimi belə yazasınız. Amma november yerinə də mart yazasınız. Yəni başa düşdünüz məncə. İnşallah sizə dərs maraqlı gəldir. Amma belə bir videolar gəlməsi üçün mütləq abunə olub və like atmayı unutmayın. Belə serialların gəlməsi üçün abunə olmalısınız. Yəni abunə olun. Abunə olmasanız belə seriallar gəlməyəcək. Maalesef yəni. Abunə olun ki, belə şeylər gəlsin sizə. Sağ olun. Hələlik.